Herkese salam dostlar. Bugün videonun başlığından gördüğünüz kimi kubok kazanmağa çalışacağıq. Bol şans deyək. Buradan donuzdan başlayaq. Teşekkürler. Zəhənnəməkdən hamısı. Elit barbarları var. Yaxşı müdafiə idi, yaxşı başladıq. Lap tərsi dəstəsi ola bilər canım. Oyda, ikidir golemi. İki az tabi sade, haydi bana müsaade. Eyvallah. Belə müdafiə eləməyimə baxmayan, təşəkkürlər. 2x-də biraz çətin ola bilər da. Amma bu məşhur 2 golemi dəstəsi olmadığı üçün biraz rahat ola bilər. Eyvallah, bir qalanı çox tez aldıq. Cəhənnəm əcdarsını demək olar ki, boşuna atdı. Mən də bu golemi çox pis atdım. Hayda, qalaya vurdu. Yəqin ki, ikisi golemi atacaq, hə, atdı. Bunu belə başım qataq. Oy. Buradan da bir tane top koyun. Əla müdafiə idi. Həmişə kimi. Yenə cəhənnəm əcdarsını çox yersiz yaratdı daha doğrusu. O kadar da gələcək, bəli, bu kadar da getdi, əla. Əla, ilk oyunda da yenə də qalibiyyət aldıq. Ona qalanını aktivləşdirə bilmədi. Bol şans deyək. Ziya. Bu tüşdü yoxsa? O 2 seviyene de o. Bu necə müdafiə? Burada ruhunu atın. Hər ehtimal bu golemini atın. 2-2'dir 10 olmasın. Ayda. Oy. Qəribə dəstəsi var. Dondurması olmasa çox yaxşı. O olsa da işlətməyinə icazə verməsə daha yaxşı. Buradan buz golemi, domuz birincisində bir tərəfdən atıq. Yaxşı oynadı. Domuz birincisi bir dənə vura bilər, ayda qorumalar atmasaydı. İyi oyundu deyək. Bunu hələ ki elə belə atım. Baxmayaraq ki, məzəli var. Təşəkkürlər. Məzərlik ata bilər. Aha. Şilaşları bu tərəfdən qoydum ki, dondurma atanda işə yaramasın, o oyun çox pis vuracaq.
Tomruğu biraz geliştirdik. Yok, can sağlığı. Ha, bu arada topu var idi. Bu nəzərə almaq lazımdır. Belə hücuma keçsək. Ayda, Burj Golemini pis atdı. Qorumalar qoymalıdır. Qoymadı. Əla, Donuz Mitsi 2 dənə vurdu yenə. Zəhər də var imiş, problemdir. Tofəndəki buradan qoyum. Goblin Stein atsa hələ ki problem ola bilər. Bir tərəfdən hücuma keçsin. Ayda deyəsən alıp topu dəyməyəcək. O ölür o. İndi şimdi alıp top atmamışam mən. Səviyyəsindən xəbərim yoxdur ki. Bu ruhunu atım hər ehtimal. Deyirəm də məzarlıqla gələcək oyuna. Bir dənə tomruq. Oyunu ola bilərik inşallah. Alıp topunu hər ehtimal atım. Əla. Aynen ama buz büyücüsünə dəymədi. Bir dənə vura bilər. Əla. Sınavşörü hər ehtimal buradan qoyun. Bir dənə tomruq atın. Əla, qara gələcək. Çünki ikisini xərclədi. Əla, bu oyunda qazandıq. Cüzi səhvlər eləyəndə sonra belə başa problem aça bilərlər. 11 klub qalır. Buradan bunu açaq. Bol şans. David. Yenə Donuz birincisi. 4-12 demək olar ki, Donuz birincisi birinci gəlir. Bu çox yaxşı bir şeydir. Lobbet dəstəsi ola bilər. Elə düşünürəm. Hər ehtimal bunu atım. Prenses atsa başını qarışdırsın deyə. Yox, o dəstə deyilmiş. Oy. Ana qalanı aktivləşdirə bilmədi. Qasırğaya da nerf veriflər. Ayda. Nerf veriflər. Deyəsən 1 saniyəlik. Təşəkkürlər. Buradan hücuma yəqin ki fəlakət qalasını qoyacaq. Silahlar var. Oy. Sağ qala. Sağ tərəfdən getmək olar. O nasıl emoji def görməmişəm. Alıb top atdım. Yaxşı oynayır. Yəni qasırğa atmalıdır. Bu dəfə yaxşı oynadı. Bir tərəfdən silahşörü. Amma çox tez atdım, elədim. Skeletləri niyə qoyuram axı? Bu nə düşüncədir? Belə. Vurma, əla. Bir tərəfdən yüzümə keçsin, yəqin ki o da yüzümə keçəcək. Vurma, 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 ayda. Qasırğasını boş yere işlətdi, bu yaxşı oldu. Amma skeletlər də var imiş, onu yaddan çıxartmışım. Vurma, 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 vurma. Əla. Ayda gedişdik. Əjdahaya gedişdik.
Buraya minyon koyacaq. Yox, qala da qoya bilər. Ayda qala da qoya bilər. Müdafiəyə oturmaq lazımdır. Çünki çox hücuma keçəcək. İki tərəf hücuma keçdi. Bu biraz məntiqli idi. İki tane top atım. Oyunda top getdi, smaç öyrənmədi. Bu yaxşı oldu. Atın. İkisi başına xəstələnməyim hələ ki. Bu sırada tomluq atıram. Qasırıq ata bilər. Buradan donuzla gedək. Qasırğasını da işlətdi, iskelet atacaq yəqin ki. Əla. Təşəkkürlər. Yaxşı oyunuydu. Demək ki 7600 kubok olduq. 30 kubok gəldi, hə, bəli. Əfsanəvi çıxsa yaxşı olur, amma çox da işlətdiyim əfsanəvi yoxdur deyəsən. Tomruqdur, o da maksimumdur. Ha, gəlmədi. Bu nə ola bilər? Yox. Demək olar ki, heç birini işlətmirəm. Çox mükəmməl fəndə məsələm oldu. Və bunu da Allah, əla. Bəli dostlar, belə. Gəldik videonun sonuna. Və daha çox belə videoların gəlməyini istəyirsinizsə, təbii ki, bu videoya like atıb, kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Və başqa video fikirləriniz varsa, səhv bölməsinə yaza bilərsiniz. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.